Əvvəlcə başlamaq istərdik PKK-nın özünü buraxmasından. PKK-nın özünü buraxması və silahlı fəaliyyəti dayandırması bölgədə tarixi dönüş nöqtəsi kimi dəyərləndirilə bilər. Bu qərar həm təhlükəsizlik baxımından mühüm addım, həm də siyasi arenada yeni risklərin yaranması deməkdir. İndi əsas məsələ təşkilatın həqiqətənmi silahı bir kənara qoyub siyasi mübarizəyə keçəcəkdir. Bu prosesin səmimiyyəti və davamlılığı ciddi müşahidə tələb edir. Görəsən, terrorsuz Türkiyə arzusu gerçəyə çevriləcəkmi? Sujetdən bilək. PKK terror təşkilatının özünü buraxdığını açıqlaması ilə 47 illik mübarizəyə rəsmi olaraq nöqtə qoyuldu. Bu qərar təkcə Türkiyə deyil, bütün region üçün strateji əhəmiyyət daşıyır. 1978-ci ildə qurulan və 1984-cü ildən etibarən silahlı fəaliyyətə başlayan təşkilat 10 minlərlə insanın həyatına son qoyub. Bundan yanaşı bölgədə sabitliyi və inkişafı illərlə ləngidib. İndi isə həmin radikal təşkilat 12-ci qurultayında alınan qərarla fəaliyyətini dayandırdığını bəyan edib. Bu bir son olduğu qədər həm də yeni başlanğıc hesab oluna bilər. Türkiyənin Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik mövcud durumu terrorsuz Türkiyə kimi dəyərləndirib. PKK-nın silahlarının beynəlxalq nəzarət altında təhvil verilməsi, bölgədə uzun illərdir davam edən silahlı münaqişənin sonlanması baxımından tarixi hadisə hesab oluna bilər. Ekspertlər deyirlər ki, terrorsuz Türkiyə demək üçün hələ tezdir. Çünki bu radikal təşkilat başqa ad altında da fəaliyyətini davam etdirə bilər. Biz indi PKK-nın qurultayına və orada qəbul olunmuş qərarlara bir sürəc olaraq baxmalıyıq. Əgər PKK doğrudan da yox olacaqsa və bu terror qrupunun qalıqları səmimi şəkildə silahlı fəaliyyətdən imtina edəcəklərsə, bundan hər kəs qazanacaq. Amma əgər sadəcə ad və yaxud da bayraq dəyişikliyi baş verəcəksə, məqsədlər olduğu kimi qalacaqsa, bu terrorun sonu demək olmayacaq. Bu sadəcə olaraq yeni qarşıdurmalar üçün bir hazırlıq mərhələsi demək olacaq. PKK-nın silahlı fəaliyyətini dayandıraraq siyasi sahəyə yönəlməsi Türkiyə üçün yeni imkanlar qədər təhlükələr də yaradacaq. Silahlı mübarizədən əl çəkən PKK, HDP kimi siyasi qanadlar vasitəsilə öz ideologiyasını yaymağa və mövqeylərini gücləndirməyə çalışa bilər. Bu ideoloji baxımdan Türkiyə üçün təhdid olaraq qalır. Silahlı mübarizədən siyasi mübarizəyə keçid PKK-nın qərb ölkələrində daha asan qəbul edilməsinə yol aça bilər. Terror təşkilatını dəstəklədiyi iddia edilən və ya dolayı yolla dəstək verən ölkələrdən birincisi Amerika Birləşmiş Ştatlarıdır. Vaşinqton YPG vasitəsilə PKK-ya yaxın strukturları IŞİD-ə qarşı mübarizə adı altında dəstəkləyib. Birləşmiş Ştatlar PKK-nın rəsmi terror siyahısında olduğunu bildirsə də, bölgədəki fəaliyyətlərinə zaman-zaman göz yumub. Həmin sıraya daxil olan digər ölkələr Fransa, Almaniya, İsveç və Niderlanddır. Bu ölkələrdə PKK-ya bağlı qeyri-hökumət təşkilatları, diaspor strukturları, hətta media resursları fəaliyyət göstərir. Hərçənd qruplaşma bu ölkələrdə də rəsmi olaraq terror təşkilatı kimi tanınıb. Lakin tətbiq olunan nəzarət çox vaxt zəif olub. Siyasi şərhçilər bildirirlər ki, həmin ölkələr demokratik ifadə azadlığı adı altında PKK-nın siyasi qanadlarının beynəlxalq arenada daha çox tanınmasına şərait yarada bilər. Bu baxımdan həmin siyasi fəaliyyətlərin azaldılması və qarşısının alınması üçün yeni həll yolları tapılmalıdır. Bu tür terör içerikli siyasi partilerin kurulması ve siyasi partilerde terör odaklı oluşumlara engel olunması için elbette ki hukuki düzenlemeler geçmişte vardı, bundan sonra da olacaktır. Bu önem tabii ki siyasi açıdan da ileride Türkiye'nin siyasi bölücü bir partiyle doğrudan karşı karşıya gelmemek adına kararcı mekanizmaların önümüzdeki dönemde bununla ilgili mevcut yasaların işletilmesi ve hatta gerekirse yeni yasalarla yasa koyucunun buna bir tedbir geliştireceği beklenmektedir. Analitiklərin fikrincə PKK-nın özünü buraxması hələlik sadəcə formal bir addımdır. Prosesin gələcəkdə necə inkişaf edəcəyi diqqətlə izlənilməlidir. Təşkilatın siyasi sahəyə keçidi, ideoloji fəaliyyətin başqa platformalarda davam etməsi ehtimalını artırır. Bu səbəbdən həm Türkiyənin daxilində, həm də beynəlxalq səviyyədə hüquqi və diplomatik tədbirlər gücləndirilməlidir. Yalnız səmimi və davamlı addımlar atılarsa, terrorsuz Türkiyə hədəfi reallaşa bilər.